Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə fasiləsiz xarakter alıb. Sabunçu rayonunda keçirilən əməliyyat zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunan 49 yaşlı Fuad Cəfərov tutulub. Onun idarə elədiyi avtomobildən 29 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana şişələnərək götürülüb. Cəfərov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə paytaxt ərazisindəki gizlin yerdən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə eləmək niyyətində olduğunu bildirib. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Hansı məqsədlə əldə eləmişdiniz? İranlı vətəndaşı dedi ki, pul verəcəm, şeyə deyəcəm, bütün pul yazsın. Polisin ölkə boyu narkotik vasitə və psixotron maddələrə qarşı mübarizə tədbirləri fasiləsiz davam etdirilir. Saum Təşimov, Bugün TV.